Azərbaycanda sadə vətəndaşları ilk dəfə vəhabiləri 1995-2000-ci illərdə görməyə başladılar. Onlar Azərbaycan dilini bilmir, küçədə xuliqanlıq edir, boğazları, ayaqları, qolları gipsdə şəhərdə dolaşır, bunun cibinə girirdilər. Bir müddət sonra isə Heydər Əliyev televiziya verdiyi müsahibəsində Azərbaycanda gəzişən bu naməlum canlıların çeçenlər olduğunu bildirdi. Daha sonra əlavə etdi ki, onları Azərbaycana insanlıq xətrinə gətirib. Yaralı insanları sərhəddən necə qaytarım deyən Heydər Əliyev dolayısıyla çeçen vəhabilərin Azərbaycana gətirildiyini təsdiq edirdi. Radikal ərəb bankları Çeçenistanın pulu da Azərbaycan vasitəsilə göndərirdilər. Heydər Əliyevin müstəqillikdən sonra hakimiyyətdə olduğu 10 il müddətində Azərbaycana vəhabilərin gizli transferi həyata keçirilir, ölkədə onlar üçün bazalar yaradılırdı. Hakimiyyəti boyunca Azərbaycanda vəhabi yoxdur deyən, Heydər Əliyevə öldüyü gün vəhabilərin rəhbərimiz dünyadan köçdü deyib yaz saxlaması isə tarixin bir başqa paradoksudur. Heydər Əliyev haqqında məthiyə dolu kitablar yazan və İran hökumətinə onu şiə övladı kimi təqdim edən təhlilçilər isə həmin 10 il boyunca Azərbaycanın vəhabi yuvasına çevrilməsini bu yollarla örtbasdır etmişdilər.